danışdı. Aha. Azərbaycanda şəhid yoxdur, leşdir hamısı. Biz də inanmadıq açıq, amma elə bir Orada şey var idi ki, söyüş arasında. siz idiniz. O şəhid yoxdur, leşdir nə deməkdir? Onun mənasını bilmək. Leş ölüye deyirlər ümumiyyətlə. Hər ailədə, hər adam o leş dönəmi yaşayır. Mən də yaşayacağım, sən də ilkində hamımız yaşayacaq. O da söyüşü mənə deyir. Şəhid nə yoxdur? Şəhid yoxdur yəni. Azərbaycanda yoxdur. Bu qədər bu 44 günlük müharibədə dünyasını dəyişənlər şəhid sayılmır. Yox, çevik deyir, şəhid sayılmır, xeyr. Siz Çevik'in dediğini oturup durursunuz kardeş. Oturub durmaqdır bə ya. Orada demir axı otur dur. O sübut elədi ki, Allah yoxdur, Allah yoxdursa İslam yoxdur, İslam yoxdursa peyğəmbər yoxdur, imam yoxdur. Onlar da yoxdursa şəhid yoxdur. Yəni şəhiddir çünki oradan gəlir. O Çevik'in öz şəxsi fikridir də qardaş, bizim fikrimizdir. Hayır, bu globallaşdırmaq. Yox, mən orada nə yazmışam ki, siz də deyin şəhid yoxdur, leşdir yazmışam, yoxsa yazmışam ki, sadəcə şəhid yoxdur. Sadəcə şəhid yoxdur yazmışam. Mənim şəxsi fikrimdir. Siz həmişə elə fikirləşməyin, mən sizin canlılarınızı belə severək izləyirdim. Olduğuna görə qulaq astım dəyişdim. Hə, sizin canlılarınızı biz həmişə izləyirik hər zaman. Siz şəhid ailələrinə, qazilərə, veteranlara həmişə belə tərəf şəhid deyilmişlər, leş olublar. Estağfurullah qardaş. Yəni o Estağfurullah, reallıqdır. indi o sənin fikrindir. Allah iyi olmasa Azərbaycanda məsəl üçün 3000 adam deyir ki, Çevik sən Azərbaycanın fəxrisən. Məsəl üçün yox, mən demirəm. Mən demirəm. Mən önəmdə 3000 adam demədim onu. 3000 adam o deyir, bizdə neçə milyonuq. Gör 3000 deyir, bizdə neçə milyonu deyir. Gəlində sənə məsəl üçün orada olsaydım nə edərdim mənə bu şeyə görə? Nasıl eləyərdilər? Qardaş, mən ümumiyyətlə canlılara qoşulmamışam. Yəni leş dediyimə görə kimsə mənə nasıl eləyərdi? Mən elə başa düşürəm ki, bəli, nəsə burada problem, yəni ən azından şəhid ailələri sizə qarşı. Çevik deyirdi onu. Elə bil bunun iki variantı var. Sən qəhbəsən, sözün bir dəfəli demək, siz əxlaqsız yoldasınız və bədəninizi satırsınız. Bunlar eyni anlama gəlir. Biri açıq sözlülük, biri sətiraltı mədəni formada. O sətiraltı mədəni formada bunu yeridir sizə İslam yoxdur, Allah yoxdur, peyğəmbər yoxdur, din yoxdur. Bu da o anlama gəlir ki, şəhid yoxdur. Mən onu o qədər sözü demirəm, birbaşa sonluğu deyirəm. Sizin şəxsi fikriniz deyil da, o Çevik'in sözünü yazmışsınız. Artıq Azərbaycanın ümumiləşmiş bir sözüdür. Azərbaycanda bugün canlılara qoşulub 50 nəfər gün ərzində 70 nəfər canlıya qoşulub deyir ki, bəli sən düz danışırsan, deyirsən. Mən sizə haqq verirəm hardasa, nəyə haqq verirəm? Bir dəqiqə mən baxıram elə qıraqdan canlılara. Çevik'ə bir dəqiqə dəstək duranlar, sözünü təsdiqləyənlər çoxdur. Amma çox o demək deyil ki, bizdən çox deyil da yəni. Yox, heç eləmir axı onu. Heç eləmir. Hərə öz işinlə məşğul olur, siz düz deyirsiniz. Niyə onun dediyi xoş gəlir, mənim dediyim pis gəlir? Niyə siz əxlaqlı insansınız, siz mərifətli, dünya görüşlü, savadlı insansınız ona görə. Məntiqsiz yanaşmalı. Bu günləri əgər sən bir mal satırsansa, o malın məhsulun keyfiyyəti insanları qane etmirsə, keyfiyyətsiz məhsula daha üstünlük verirsə, onları keyfiyyətsiz məhsul təqdim edəcəksən. Məsələn, Lənkəran bazarına get, orada bazarda kənd əhlinə uyğun paltarlar gətirdilər, ayaqqabılar gətirdilər. Amma biraz mağazaya getsən, görsən ki, biraz şəhər cəmaatına uyğun. Bazarda qaloş satdılar, şəhərdə məsələn krasovka satdılar. Bunlar fərqlidir. Bu günləri də Çevik əgər sizi bunu sizə təqdim etsəz, millət bununla qanidirsə, mən də eyni taktikan elə, millət mənə sevsin də daha. Yox qardaş, mən qani deyiləm, yəni Çevik'in heç bir sözündən qani deyiləm. Sadəcə mən yenə deyirəm, mən sizi belə həmişə hər zaman izləyirəm, yəni sizin çox sözlərinizdə, yəni həqiqətən də mən bir şeyi kiminsə mənə okey verməsi üçün danışdım. Mən danışım, düz danışdı. Bu qərar deyil. Mənim səhv düz danışığım özüm üçün. Mən səhvlərimi özüm tuta bilmirəmsə, kənardan birinin mənə düz səhv demək mənim üçün gülməlidir. Çünki bir user profili gəlib burada şey də yaza bilər. Sən səhv danışırsan və ya da sən düz danışırsan. Yəni mən əgər o adama həqiqətən də ciddi alsam, ümumiyyətlə savadlı adamdan söhbət gedirsə, savadlı adam user profilindən özünü göstərməyən profillərinə hər hansı bir şeyi bəhs eləməz.
Adam bəlkə tualetdə oturub əllə vurur. Burada oturub onunla çevi ilə danışır. Çevi də bunu ciddiyə alır, danışır. Əgər sən çox ciddi bir mövzuda danışsansa, adamın üzünü görməlisən. Və oturub tətədə normal şəkildə üzünə danışmalısan. Ya da bir orijinal profil olmalıdır, normalda. Yəni %90 fake profillə oturub bir hafta bu günləri bildik. Gözdə bir dənə qazanı qoyun maşına danışarıq. Maşını qazanı yükləyən adam sənlə dinin mövzunu necə müzakirə edə bilər? Yəni onun fikri qazandadır. Onun fikri qazandadır. Sən bax tualetdən partda, qarın ağrı tutsun səni. Get namaz qılmağa. Sənin fikrin möhürdə, canamazda, dua eləməkdə, qunutda olmayacaq. Sən orada da aparatına pütdün ya deyəndə deyəcəksən ki, bunu qutarım tez sistem ki, partlayıram. Çünki sənin istəklərin üzə başqa şeyə yönəlir. Başa düşdün? Eyni şeydir burada. Eyni bir şeydir. Bir adamla sənəcə ciddi danışmaq istiyorsa, müzakirə eləyirsən. Qoş, otur, danış, fərqlə danış. Bununla da sən manipulyasiya etsən, düş ki. Bu insanlarda qıcıq yaradır. Qıcıq yaradan bir şey insanlar izləyirsə, mən də ona görə yazıram ki, şəhid yoxdur, şəhidlər leşdir. Bəli, bu leş ölü deməkdir. Rusiyada şəhid var. Xeyr. Hindistan'da şəhid var. Ermənistan'da şəhid var. Yoxdur ki. İslam dünyasına xas olan bir şeydir. Bu qədər bəsitdir. Əgər orada şəhid yoxdursa, çevi də çıxıb deyirsə, dövlət onun haqqında heç eləmirsə, müsəlmanlar ona heç eləmirsə, eləyə bilmirlər. Qorxuda problem yaranardı. Çünki bəllidir ki, ona dəyərsən, gedəcəksən. Heç kəs heç nə eləyə bilmirsə, bu adam istədiyi kimi insanlara alsın. Bax, bu günləri təsəvvür et, sənin anan 50 il inəyə sitayiş edib. Düşün. Baban, nənən. Mən gəlib inəyə sitayiş eləyənlər, qoyunun, axmağın, lomun bir dedisən, sən özün heç inəyə sitayiş eləmirsən. Mənə cavabın nə olar? Mənə cavabın nə olar? Üzrü say qardaş, internetim getdi, tam anlamadım, başa düşmədim. Deyirəm ki, bax, sənin anan inəyə sitayiş edib 50 il. Mən də gələm deyirəm, inəyə sitayiş edənləri qoyundur. Sən mənə nə deyəsən qarşılığında? Nə deyərəm qardaş? Nə deyəsən? Mən deyirəm ki, bax, sənin nənən ya da doğmalarından biri. İndi valideynlərimi demirəm. Hı. Amma valideyni də öz valideynin üçün çox doğmalıdır. Çünki onun da valideyni sayılır. Yaxşı, sənin atavın anasına 50 il inəyə sitayiş edib. Gəlib desəm ki, inəyə sitayiş edən nə var? Lomdur, qoyundur, tupoydular, savadsızdılar. İnterneti yetdiyinə. Qardaş, mənim internetim zəifdir, haqqını olarlar. Atam mənə nə deyərdi? Bilmir amma. O səsi gələndə İranım Azərbaycanın səsindən. Çox iyrənc səslər gəlirdi qıraqda. Var yoxla 4 ildir buradayım, indiyə qədər qıraqda elə səs eşitməmişəm. Belə nə iyrənc səslər gəlir qıraqdan. Maşının səsi, gedişləri, hər şey poxçunun siqnalları da fərqlidir. Belə Hindistana oxşuyur o qırışdı. Bangladeşdəsən elə bil. And olsun Allaha, nəyə istəyirsiniz inansız and için. Azərbaycanda adi evlərin quruluşunu görürəm, zəhləm gedir. Öz yaşayışıma deyirəm ki, bu belə 28 il necə yaşaya bilmirsən hala burada. Evlərin quruluşu, hasarlar o darvazalar, dəmir darvazalar, rəngli-məngli belə köpər açılan belə, nə gündə dala. Nə gündə dala. O, rəşdə elə bir türmədə yaşayır. Axşam elə bir türmədə yatmağa etsən. Gündüz işləyirsən, türmə kimi yerdə, 10 manat. Axşam da türmədə yatmağa etsən, hasarın dalında. Qurban olaq vətənə, amin. Övladlarınla bir yerdə, ailəndə yeni dünyaya gələn uşaqlarla bir yerdə Allahın izindən qurban olasın. Amin. Ay Allah, bu əziz gündə səndən istəyirəm. Amin. Ailəvizdə yeni uşaq götürəsiz qucağınızı, onlarla bir yerdə qurban olasın vətənə. Elə gecə xəstəxanada elə. Amin. Amin, amin inşallah. Bir yerdə qucağınızda can versin uşağın belə vətənə qurban olun. Bir gecə ilə elə. Bir 3 saniyədən çox həkimin qucağından sizin qucağa gələnə qədər vətənə qurban olasın elə həmin dəqiqə. Amin.
Yəni qurban olum sözünü deyən adam nə istəsən elə bilərsən ona. Bax, qurban olmaq pikətdir. Qurban, qoyun, heyvan, inək, dəvə, inək, nə bilim, keçi, bunlar sayılır da. Bir varlıq insanın danışıla bilən ən mükəmməl təkamülə sahib olan təkamül dedim. Ay belə necə savadlıyam ala, ay belə. Gözləyim bir dəqiqə. Əsənliklər, əsəyə ağac. Hə. Nə dedim, yadımdan da çıxdı.